Salam kızlar, yeni videoma hoş gelmişsiniz. Axırki unpacking videosu çekebildim. Temu'dan sifarişlerim geldi. 2 hafta sonra əslində 3-4 gün əvvəldən çatıb. Sadəcə hər dəfə işdən çıxıb başqa yerə getdiyim üçün götürə bilmirdim. Axırki bugün götürdüm. Bir yerdə açmaq istəyirəm. Aslında çox şey yoxdur. Pek şey almışam. Demək olar ki, bu mənim deyəsən ilk Temu sifarişim sayılır. Çünki düz bir il əvvəl çox balaca bir şeylər sifariş vermişdim. Ayaqqabı falan. Səhifədə videom da var hətta. Bir dəqiqə. Təəssüf ki, hava qaralıb, gündüzləri işdə oluram. Çox istərdim işıqlı bir yerdə çəkim bu videonu, amma 6-cı günə kimi səbir eləyə bilmərəm. Buna görə də bu dəfəlik belə olsun. Onsuz da çox belə videolarımız olacaq. Bir də ki, tripodum da sındı, ayağı sındı. Bilmirəm, bundan sonra videoları necə çəkəcəm, gərək başqasını almalıyam. Bunu buradan almışdım 20 manata. Amma Temu'da yəni qat-qat ucuzdur. Temu'dan da vursam 2 həftəyə gəlib çatacaq. Bilmirəm necə eləyəcəm. Telefonu bir babat buraya ilişdirmişəm. Neyse, açıq görək. Axır ki, çoxdan da istədiyim bir şey almışam. Çok uygun qiymətə. Bu sonuncu ıvır zıvır alışverişim. Bundan sonra sadece ceyizli bir şeyler alacağım. Güya. Allah'ım güzel olsun ne olur. Adaptörümü de işte koymuşam. Çok az ayakkabısı var. İnşallah çatar. Fitness halısı. Ay, axır ki, evdə bizim xalçamız yoxdur. Pul üstündə də işini eləyə bilmirdim. Artıq idman falan eləyəcəyik. O kiloları yakacağız. Heç inanmadım. Neyse. Çok qəşəng paketləyiblər. Çok yumuşaq görünür. Qalınlığı da məncə çox yaxşıdır. Məncə yaxşıdır qalınlığı da. Все, qəşəng açılır. Muhteşem. Beğendim. O bir şeyler baxaq. Tişörtlere bakar. İlk defa Temu'dan paltar bulmuşam. Tişörtler. Uygun giymekteydi. Televizyonda. Ayda materyal çok güzeldi. Ben şok. Bu Milla'da, Trendyol Milla. Düzdür, sərindi yani. Efildir ama bu daha güzeldi bundan materyal olarak. Ben şok. Çok güzeldi materyalı. Allah'ım, Trendyol'a o kadar pullar tükünce Temu'dan almalıydım. Gerçekten. Bayıldım. İlk paltar siparişimdi. Ayakkabı almışım bir dəfə geçen ev. Şokdayım. Yumuşacık. Çok güzel. Bunları görəsən bir reis yum görəsən bir reis. Yaxalayayım belki. Çok güzel. Ay tamam, materyal ayarladı. Bunu sabah işe giyeceğim. Çok tatlı. Yoksa saklayayım. Yok bak. Bir şeylere bakak. Bacım sular. Case'ler. Ama ay Allah'ım. Bunu konuktan gebereceğim şu an. Nerede? Bu da case'di. Adresi var mı? Evet, bacım falan. Case'ler. Hamısı benim değil tabii ki. Milano'dan başlayar. Şimdi düştük. Bu Milano'nun da Milano'da 17 olduğu için. Açım da 10 vereceğim. O sadece şeyleri seviyorum. Benimkini abartı sevmiyorum. Ay çok geçenkli. Love yourself. Bilmiyorum düz okudum yok. Yani özünü sev. Kimi falan bir şey yergin. Çok geçenkli. Onda 17 dedim. Ben de ondan tutmak istedim. Bir tane böyle. Ben seçtim. Özü papatyalı mayonnaise sade bir şeyler seçmiştim. Bunu ben seçtim. Ama o birisi. Onu şu an o birisi. Karanlık düşürü. Işıq da alacağım. İki ışıq alacağım. Böyle açan kimi üzüme nur insin. Bak göstermişim ki ya. Bu da o birisi. 17 için. İtalya falan yazılıp diye. Hem de yaya uygun olduğu için böyle seçtim. Ben bu kadar şey götüreceğini gözlemliyordum. Hakikaten aydınlandım şu an. Şoklardayım ki ben de bu kadar eski kalmışım Temu'dan. Bizim kalmışım. Ben de balaca olanda 7-8. sınıfta falan olanda Avrupa diye bir tane kino var idi. Orada da Gül'ün o ərəflərdə kinolarda herkesin telefonlarının böyle kulakları, doğuşanlar falan, o iPhone 5, iPhone 6'lar falan, kulak olan case'ler falan. Ben de dedim ki böyleyeceğim, üniversite qəbul olacağım, telefonlarımı hele case'ler alacağım. İşte ben böyüyünce hele case'ler de ortadan kalktı, da bile bitti. Benim de ürəmdə kalmıştı. Dedim, niye kalsın? Niye? Ama çok şeker.
şəkillərini əlavə eləyəcəm telefona taxıb. Belə mənə belə güzgə təsəvvürləyin. Ay da çox bombadır amma. Daha da almamışam. 3 manat falan almışam. Müthiş. Fərqli keyslər alacağım. Əslində istəyirəm ki, bir videom sırf keyslərlə bağlı olsun. Ay yox, çəkiz olmalıyam. Neyse, arada vaxt eləyib bir dənə keyslər üçün video eləmək istəyirəm. Sadəcə qorxuram ki, gömrük tutardı. Mən istəyirəm məsələn 20 dənə fərqli keys, belə bir video falan. Amma gömrük falan tuta bilər. Sadəcə olsa da bunlara da qorxurdum ki, tutar. 5 dənə idi, yaxşı tutmayıb. Gərək 3-4 dəfəyə sifariş verim. Ona da onlar gəlib tutana kimi mənim ürəyim partlayar. Ay da, çox qəşəngdir. Bunun 17 üçün olan yox idi. Özümə Bemelana'ya oxşar alacaktım. 16 Pro Max üçün olanlar çox vaxt 17'ye uymurdu, bilmirəm. Ya da bitmiş olurdu. Çox gözəldir. Gəlmiş olsa özünə də varam da. Bunun yox. Bu Hello Kitty. Bunun yox idi. Bu da 16 Pro Max. Çok qəşəngdir. Tatlış. Hiç bilmirəm, mənim danışığım ora çatır ya yox bu şiltidən. Neyse, bacım sular, mən bayıldım. Mənim bütün keyslərim sadə şeylərdir. Biraz abartı iyi oldu. Bu Milana'nın açım. Özümdə də vurmuşdum öz telefonuma da. Sadəcə baxdım ki, onun adaptörü uzun adaptörlər üçün vurmuşam. Belə. Bilmirəm necə taxacaq. Nəsə düşdü elə bil bura. Belə. Şunu orada. Bir de bir şey var. Burçlu için. Vereyim bunları özüne. Evet bacılar, devam edeyim. Üzümde makyaj olmasa tişörtleri de giyinip göstererdim ya. Belki giyineyim, kulak takıp. Sonra bakarım. Buradaki şeyleri de göstereyim. Aha. Çoraplarım. Minnak çoraplar sipariş vermiştim yay üçün. Ah. Çok güzel. Neyse, böyle mişkalar falan var. Hamısını göstermiyorum. Böyle. Gül. Böyle. İki tane bir tanesinden eynidir. Bunu vereceğim Milana'ya. Gitti. Şey paketleri. Sonra bandana. Hiç kameraya bakmıram çünkü özüme bakarım oradan. Orada siz beni izleyene ben böyle şaşı gibi düşüreceğim. Ama boş ver. Bunu ben belime bağlayacağım cinsle. Elə sabah işe bağlayacağım. Bir başıma da olar. Bu tezi doğulmuş bebekler olsun. Bu ilk dəfə də gəlinlər belə bağlayırlar. Mən də eləsəm acaba qız toyuna belə patanı belə bağlayayım. Yox ya, sport görünür. Mən 40 yılda bir evlenirim. Sportluya kurban veremem yani. Sonra bride partim falan olsa bağlayabilirim. Şenk böyle kostyum. Her şey açtım töktüm. Neyse. Aha. Gitti. Bu şeydi. Hello Kitty. Hello Kitty aşkı da şey olur benden. Ama şeyim güzel, ne yapayım. Diş fırçam için başlık. Böyle diş fırçamın başına şey alacağım. Çok lazımıydı. Qəşəng şeylerdi. Və əsas məsələ bunlar. İndi sizdən bunları yoxlayacağım. Bir dəqiqə ayaqqabımı götürüb gəlirəm. Demiştim ben bu pembe ayakkabılarımı Mingəçevirdə giyinib zibil gününe koydum. Çok lazım idi bunları Mingəçevirdə giyinmək. Ne ise bu ucluqlar da ucu xarab olub. İndi taxacağım, görün. Qəşəng görünəcək ya yox. Düşündüm ki pembe ilə qızılı yaxşı görünər. Bu arada qablaşdırmaları çox əladır. Upakovkaları. Ama qablaşdırma Azərbaycanca. Bu belə yaxşı görünür ama belki mənim ayaqqabıma uyğun değil. Bilmirəm. Bu nəsə uzun məsələ oldu deyəsən. Kim yazır? Böyle bir şey olmalıdır. Buradan da kliye tükülü böyle. Deyəsən bu ayakkabıları bir daha giyinebilmeyeceğim ama çok istəyirəm. Neyse, bunu özüm düzelteceğim sonra. Çekiç tapmalıyım. Bizim çekicimizde yoktu. Kalsın. Bakarıq. Şey o bence. Çoraplar gösterdim. Bandana gösterdim. Geleği esas meseleye. Benim uzmanlık alanım. Uzmanlık alanım dediğim 100 tane iğnem var, 100 de qara renkdir. Bir dəfə də məsələn sırf eynəklər üçün video eləmək istəyirəm. Eynəkləri sınamaq videosu falan. Belə bir şeylər var ağlımda. Prosto bir yanında mən cəhillik bir şeylər almalıyam. Ona görə pulu çarçur edə bilmərəm. Evlənəndən sonra inşallah artıq fərqli şeylər
Belə deyim. Burada oxşarlar çoxdur. Oxşarlardan eyni olanları ötürəcəm Milana'ya. Birinci belə. Nazik şeydir. Zaten o qiymətini gözləyirəm ki. Wow. Baxın, işığa qarşı necədir? Yaxşıdır. Çünki qəşəng durması ilə bərabər mənim üçün günəşin işığını tutması da önəmlidir. Çünki gözlərim çox pis ağrıyır. Onsuz da köram görmürəm. İşıq düşəndə vəbşə kör oluram. Yaraşdı. Saçım fenli olsaydı ərindim. Yaxşıdır. Sıradakı bej rəngləsinə baxaq. Eynisi bej rəngdən. Yox idi axı, hiç oldu. Fərqli şeylər mi göndəriblər görəsən mənə? Yaxşıdır məncə. Baxın. Belə ev halımda pis görünür ola bilər. Kombinləyəndə olacaq qəşəng. Saçımı da yuxarıdan yığsam əslində onda daha yaxşı görünür eynək. Belə danışanda İlhami Əliyev var idi. Ona oxşadım. Sən kolxoz neysən? Kolxoz kraliçası falan bir şey. Neyse. Bundan var axı mən 3 manat almışdım. Yox, bu biraz fərqlidir. Bunun yanları nazikdir. Podkasıyım. Sən hamısını açacağım. Səhərə kimi buradayım. Deyəsən 12 dənə olmalı səhv eləmirəmsə. Bunun biraz məndə kalitelisi var. Biraz böyük forması. Bu da yaxşıdır, şirindir. Leopar. Ama yanları çox nazikdir. Əslində nazik olanlar daha yaxşı olur, keyfiyyətli. Burada leopar kvadrat. Burada eyni çox şey var. Çox mu balacadılar sanki? Mənim üzüm də böyüdü zaten. Heç kəsmədən qoyacağım belə. Geçsin. Ha, mavi rəngdən. Aa, çox qəşəng görünür. Baxın. Güzeldi məncə. Bunu like'ladım. En beğendiklerimden olabilir. Bu kvadrat. Yine mənə bence kvadratlar çok yaraşmır. Mənim üzümdə biraz kvadratlı deyil. Yumrular yaraşır məncə. Güzeldir. Pis değil. Pis değil. Yine bir leopar. Bu biraz açık renktedir. Oo, bu ondan qəşəngdir. Benim tünd leoparım var da zaten, bu açıq olması yaxşı oldu. Telefonum sönməsə editləyib birbaşa verəcəm YouTube'a. Neçədən oldu saydınız? Mənim əsas gözlədiklərim çıxmadı, bax, fırlatdılar məni. Mən kətlər vermişdim, o bejdir, o qaradır. İlk taxtığım ikisi o kət formasında olmalıydı. Başqa şey qoyublar. İndi ağzıma yaxşı pis söz gəlir. Pek de güzel değil gibi. Kət gelmedi ya. Kət gelmedi. Allah sizi kahretmesin. 12 tane de olmadı bence. Az oldu. Hayal kırıklığı resmen. Hoşçakalın. Bilmiyorum. Hesaplaştım. Bana niye o kət formasındakiler göründü? Benim var kət eynəyim. Böyle sadece yanı biraz əzilib. Demiştim iki rengi olar da. Ben 2019'dan bu yana o kət eynəklərdən qopa bilmirəm də yəni. Hər rəngini istəyirəm. Dedim heç olmasa bejlə qarası olsun. İşte onu da qoymayıblar. Başqa eynəkləri soxuşdurub göndəriblər. Üstünə qaytarımı eləyə bilərəm. Kimdə uğraşım. Bilmirəm, bəyəndinizsə yox. Tişörtlərə bayıldım. Yəni tişört kumaşları. Mən bilim nazik şey gələcək, amma böyle yumuşaq qəşəng materialları var. Bir de şeyler de həmçinin case'lərə ayrıca bayıldım. İndi case'ləri gedib güzgüdən çəkib yerləşdirəcəm ora. Eğer alınırsa videoya yerləşdirəcəm. Biləm. Sağ olun, salamat qalın. Yeni unpacking videolarda görüşene dek. Böyle göstereyim. Bunu da buraya yapıştıracağım. Sade bir tane ağ kabım var idi. Bu fırçanın da əslində. Fırça qapağının. Onu eləcə taxdım. Əsas yəni gigiyenik olması üçün nəyə lazımdır ki bunu yapıştırdım kabruma. Tatlı oldu bence. Bakın. Kopmur. Все. Güzel.